Bu üsulla trigonometrik tənlikləri 10 saniyədə həll edə bilərsiniz. Sualda deyir ki, cos 2x bərabərdir kök 2 bölü 2 tənliyinin 0-2 pi aralığında neçə kökü var? Gəlin 0-2 pi aralığı dediyinə görə x-i yazaq bu aralıqda. Amma bizim tənlikdə 2x olduğuna görə buradan indi 2x-i tapaq. Bunun üçün hər tərəfini 2-yə vururuq. 0-2-yə vurdum 0, 2 pi-ni 2-yə vurdum 4 pi. Daha sonra bizə lazımdır koordinat müstəvisi çəkmək. Bilirik ki, 0-2 pi bir dəfə tam dövr etmək deməkdir. 0-4 pi isə artıq 2 dəfə tam dövr etməkdir. Bir dəfə dövr etdim, indi bir dövr daha etdim. O zaman belə alınır. İndi baxırıq, nəyə bərabərdir bu? Kökçü böl 2. Kökçü böl 2-ni alır 45-də. Demək, x oxundan burada 45 dərəcəlik bucağı əmələ gətirməlidir. Onu da birinci rübdə əmələ gətirə bilər. Baxın bura. Bir də dördüncü rübdən bu şəkildə keçsə, burada yenə 45 dərəcəlik bucağı əmələ gətirir. İndi baxın, bu çəkdiyimizi neçə dəfə kəsibdir? 1, 2, 3, 4. Demək, bu tənliyin 4 kökü var bu aralıqda. Bu qədər bəsit.